Culfa rayonunun Camaldın kəndindən olan 6-cı sinif şagirdi Nübar Tağıyeva dil bilikləri ilə həmyaşıdlarından fərqlənir və bu deməli 12 yaşlı qızın yəqin ki görüntülərini də sosial şəbəkələrdən izləmişdiniz dəyərli izləyicilər, yadınızdadırsa bu görüntülər və deməli Nübar hazırda alman dilini öyrənir. Demək olar ki 5 dil bilirəm, alman dilini öyrənirəm, Azərbaycan, İngilis, Rus və Türk dillərini isə bilirəm. Dil öyrənmək həvəsini valideynlərim məndə yaradıb, dil öyrənməyə marağım var idi. Bir dil öyrənəndən sonra digər dilləri öyrənmək asan olur. Gələcək üçün 2 planım var. Dizayner ya da diplomat olmaq istəyirəm. Xarici dil biliklərimə görə diplomat olsam Azərbaycanı başqa ölkələrdə təmsil edə bilərəm. Nübarın bacısı Xumar da onun kimi Azərbaycan, İngilis, Rus dillərini və Türkiyə türkçəsini bilir. Hədəfi isə pilot olmaqdır. Qeyd edək ki, Nübar bir müddət öncə Alman turistə Haçadağ haqqında ingiliscə məlumat verdiyi video ilə gündəm olmuşdur.